istəyərdik ki, bax bu material yayımlanandan sonra bu malqaranı dəmir yol xəttinə ötürənlər, dəmir yol qatarlarını daşlayanlar bir baxıb utansınlar, bir çəkinsinlər, bir fikirləşsinlər ki, axı bu dövlət əmlakına niyə ziyan vurursunuz? Məmmədli tərəfdən çıxanda baxırsınız ki, Pirşağı yolunda evlər daha çox yaxındır ona görə də. Evlər var, orada heyvan qara çox olur. İnsan çox olur, heyvan çox olur. İstərsəməz siqnal da verirsiniz. Yəni xəbərdar danışırsınız. Siz oranı hansı sürətlə keçməlisiniz əslində? Bizdə orada sürət deməli açır. 135 də aça bilir sürət xəritənin əsasındadır. Aha. 105 Amma siz o maneələrə görə məcbur olub hansı səviyyəyə məcbur olub sürəti azaldaq ki, zərər yetirməyək. Texnikanın yəni vurub dağıtmasın. Heyvandır da, çıxardırlar yola, indi onları heyvan başa düşmür. Siqnal verirsən, edirsən. Yəni o məcbursan ki, sürəti azaltmalısan ki, bahalı texnikadır. Baxın, neçə milyonlarla qiyməti var, onun dağılması, yəni insanlara zərər gətirməsin içəridə, həm çöldə. Yəni çalışdığımız qədər yəni ehtiyatlı olun. Mən sizə təşəkkür edirəm. Yəni siz maşinist olaraq borcunuzdur ki, belə deyək də, verilən tapşırıq başqa, real üzləşdiyin vəziyyətə uyğun davranmaq başqa. Siz o real vəziyyətə uyğun davranırsınız. Mən sizə təşəkkür edirəm. Tam dayanması üçün neçə metr getməlidir? Məsələn 90-da mənim sualım budur. 90 manat getməkdən ötürü indi baxır yolun şəraitinə, hava şəraitinə baxır. Yəni hardasa 800-1000 arası yəni qatarı eləmək olur. 1 kilometrə yaxın məsafə. Hansı ki biz orada gördük, mən çox təşəkkür edirəm. Yəni 50 metrdən o qatarın qarşısına keçirlər. Hansı ki belə bir həlqəvari bir yoldur. Adam yəni görmür ki, qatar gəlir ya gəlmir. Görmür. Bax ki keçir. Ən azı da 2 dəmir yol xəttini keçəcək. Bir asta Dəmir yolçu olaraq təklifim odur ki, ümumiyyətlə inzibati xətalar məcəlləsində, müvafiq qanunvericilikdə bu ümumiyyətlə dəmir yoluna müdaxilələrlə əlaqədar bu cərimələr, müvafiq daha ciddi tədbirlərin görülməsi nəzərə tutulsun. Yəni bu insanlara daha təsirli mexanizm olar. Kənar müdaxilələr daha ciddi təsir göstərər. Bu onlara qarşı mübarizədə daha effektiv olar. Mən belə düşünürəm. Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən icra olunan Yol Hərəkəti Təhlükəsizliyi, Hüquq və Vəzifələr adlı layihədir. Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən layihəmizin bir parçası olduğunuza görə sizə təşəkkür edirəm. Sağ olun, bizə dəstək oldunuz və ümid edirəm ki, bizim bu fikirlərimiz hər halda cəmiyyət üçün də faydalı olacaq. Mən Rövşən müəllim sizə çox təşəkkür edirəm. Mən bilirəm ki, sizin şöbə, sizin departament çox böyük əziyyətlər çəkir və əlinizdə də kifayət qədər materiallar var, görüntülər var ki, yəni real vəziyyəti əks etdirmək üçün bütün cəmiyyətə bunu göstərməyə hazırsınız.